uşaqlar, gəlin indi adi və onlu kəsrlər bölməsin qaydalarına baxaq. Deməli, adi kəsr nədir? A bölü F1 şəklində göstərilə bilən kəsrə adi kəsr deyilir. Əgər A B-dən kiçikdirsə, düzgün kəsir. A böyük bərabərdir B isə uşaqlar kəsrimiz düzgün olmayan kəsirdir. Kəsir. Məsələn, 7-də 3 kəsri düzgün kəsir, 7-də 4 kəsri düzgündür. Tutaq ki, hamısı 7 ilə gəldi. 8-də 5 kəsri düzgün. Tutaq ki, 8-də 8 kəsri, 9-da 10 kəsri, 11-də 13 kəsri düzgün. Düzgün olmayan kəsirdir. Sonra uşaqlar, məsələn, tutaq ki, C tam, B-də A kəsri qarışıq kəsirdir. Qarışıq kəsir. Misal yazaq, məsələn, 3 tam 8-də 1 kəsiri. Necə kəsirdir? Qarışıq. Qarışıq kəsiri düzgün olmayan kəsiri çevirmək üçün tamı vururuq məxrəcə, üzərinə gəlirik sürəti. Eyir neçə? 8-də 25. Məsələn, uşaqlar, başqa bir misal yazaq. Tutaq ki, 5 tam 20-də 3. 20 olduğu kimi yazırıq. 5-i vururuq 20-yə, üzərinə gəlirik 3. Eyir neçə? 20-də 103. Necə kəsirdir? Düzgün olmayan kəsirdir. Sonra, düzgün olmayan kəsir qarışıq kəsirə çevirəndə isə uşaqlar, məsələn, yazıram 15-dən 158. Düzgün olmayan kəsiri qarışıq kəsirə çevirirəm. Sürəti bölürəm məxrəcə. 8-ci 0 dəfə. Deməli, 10 tam 15-də 8. Bu da oldu uşaqlar. Bu da oldu düzgün olmayan kəsirin qarışıq kəsirə çevrilməsi. Sonra uşaqlar, deməli nə edirik? Ədədi 10-a 100-ə 1000-ə vuranda, məsələn, tutaq ki, 2/5-i vururam 10-a. Vergülü sağa çəkirik. Vergül hara çəkilir uşaqlar? Sağa 25. Məsələn, 0 tam 205 vururam 100-ə. Vergül sağa çəkilir. Nə qədər 0 varsa uşaqlar, o qədər sağa çəkilir. 20/5. Ədədi 100-ə 1000-ə böləndə, məsələn, 500 10-a 100-ə 1000-ə böləndə vergül sola çəkilir. Məsələn, 500 tam 25. Yəni 506 tam yazaq. Bunu bölürəm 10-a. 10-a böləndə vergül sağa çəkilir, sola çəkilir. Neçə 0? Bir dənə. Yəni bir dənə vergül çəkiləcək sola. 50 tam 625. Məsələn, birini yazaq. 250 böl 10. Vergül sola çəkilir, olur 25. Deməli, 10-a vuranda, 10-a 100-ə 1000-ə vuranda uşaqlar vergül sağa çəkirsən, 10-a 100-ə 1000-ə böləndə vergülü hara çəkirsən? Sola çəkirsən. Sonra gəlin 100-ə verək, 2/5 yazaq. Sonra məsələn uşaqlar, ədədi 10-da 1-ə, 100-də 1-ə, 1000-də 1-ə vuranda, məsələn 250-ni vururam 0/1-ə. Vergülü çəkirsən vuranda, vergülü çəkirsən sola. Eyir 25. Məsələn 324/2-ni vururam 0/100-də 2-yə. Vergülü çəkirsən sola. Nə qədər uşaqlar? 2 vahid. Baxın. 3 tam 1000-də 242. 10-da 1-ə, 100-də 1-ə, 1000-də 1-ə böləndə isə vergülü sağa çəkirik. Məsələn, yazıram 250 bölək 0/1. Onda vergülü sağa çəkirəm. Vergülün sonra nə qədər dəfə? 1 ədəd. 2500. Məsələn, 3 tam 100-də 24 bölürəm 0/100-də 1-ə. Nisbiyədən sonra 2 ədəd var. 2 rəqəm çəkirəm geriyə, sağa. 324. Deməli, uşaqlar, 10-a vuranda, bir də 10-da 1-ə, 10-a 100-ə 1000-ə vuranda, bir də 10-da 1-ə, 100-də 1-ə, 1000-də 1-ə böləndə vergül sağa çəkilir. 10-a 100-ə 1000-ə böləndə, 10-da 1-ə, 100-də 1-ə, 1000-də 1-ə vuranda isə vergül uşaqlar sola çəkilir.
Sonra uşaqlar var sonlu onluq kəsir. Sonlu onluq kəsir nədir? Məxrəci, yine işləyəmizin səsi, bizim yox, daha doğrusu qonşunun işləyən səs gəlir. Məxrəci 2 və 5 vuruqlarından ibarət olan kəsirlər sonlu onluq kəsir şəklində göstərilir. Məsələn, yazıram 40-da 3. 40-da 3 kəsiri. Gəlin 40-ın vuruqlarına baxaq. 2, 22, 10, 2, 5, 5. Yalnız 2 və 5-dən ibarətdə göstərilir. Məsələn, yazıram uşaqlar. Başqa bir kəsir yazaq. Məsələn, 25-də 4 kəsirim. 25-in vuruğu nədir uşaqlar? 25-in vuruğu 5-dir. Yalnız 5-dən ibarətdə göstərilir. Məsələn, yazıram 32-də 7 kəsir. 32-nin vuruğu nədir uşaqlar? Ancaq 2-lərdən ibarətdir. Göstərilir. Yəni, yalnız 2 olsa göstərilir, yalnız 5 olsa göstərilir, 2 və 5 olsa göstərilir. Amma 2-dən 5-dən başqa vuruq. Məsələn, başqa bir kəsir yazaq. Yazırıq 60-da, tutaq ki, uşaqlar 7 kəsir. 60-ın vuruğunun içində 2, 32, 15, 3, 5, 5. Baxın, burada 3 vuruğu var. Olmaz. Nə olsun 2 və 5 var. Başqa vuruq da var. Olmaz. Məsələn, yazıram. Tutaq ki, 76-da 3. 76-ın vuruqlarını ayırıram. 76-ın 2, 38, 2, 19. Uşaqlar, nə olsun? Nə olsun? 2 vuruğu var. Burada neçə vuruğu da var? 19 vuruğu da var. Olmaz. Yalnız 2 və 5 vuruğu olmalıdır. 2 və 5 vuruğundan başqa vuruq varsa, həmin kəsirlər sonlu onluq kəsir şəklində göstərilmir. Məsələn, tutaq ki, uşaqlar, bir kəsir yazırıq. Yazırıq ki, 60-da 3 kəsirim. Uşaq deyir ki, müəllimə, 60-ın içində 3 vuruğu var, olmaz. Uşaq, əvvəlcə ixtisara aparırıq, 60-da 3 kəsirdir. Eləyir neçə? 20-də 1 kəsir. İndi 20-nin məxrəci 2 və 5-dən ibarətsə göstərin. İxtisar aparandan sonra baxsan ki, göstərilir. Yəni, siz baxan kimi deyin ki, məxrəcdə mənim 60-da 3 vuruq var, göstərilə bilməz. İxtisar gedəndən sonra 20-də 1-dir, yəni göstərilə bilər. Sonlu onluq kəsir şəklində. Sonra uşaqlar, sonlu onluq kəsirlərin sayının tapılması. Sonlu onluq kəsirlərin sayının tapılması. 2 və 5 vuruqları hasilindən uşaqlar. 2 və 5 vuruqları hasilindən neyinirik? 2 və 5 vuruqları hasilindən 1 çıxırıq. Məsələn, gəlin, dəyişməm, gəlin 60-ı tutaq ki, məxrəci 60 olan düzgün kəsirlərdən biri deyək də, məxrəci 60 olan düzgün kəsirlər neçəsi sonlu onluq kəsir şəklində göstərilir. 60-ı vuruqlarını ayırıram. 32, 15, 3, 5, 5. 2 və 5 vuruqları hasilindən 1 çıxıram. 2 vur, 2 vur, 5, minus 1, eləyir 19. Yəni, məxrəci 60 olan 19 dənə kəsir sonlu onluq kəsir şəklində göstərilir. Söhbət düzgün kəsirdən gedir. Məxrəci 60 olan 59 dənə düzgün kəsir varsa, onun 19 dənəsi göstərilirsə, göstərilir. Neçəsi göstərilir? Məsələn, 59 dənə düzgün kəsir vardı. 59-dan çıxıram 19-unu. 40 dənəsi neyini uşaqlar? Göstərilmir. Sonra, gəlin buradakən ixtisar olmayan kəsirlərin sayını da yazaq. Tutaq ki, elə məxrəci 80 olan ixtisar olunmayan kəsirlərin sayını tapın. İxtisar olunmayan kəsirlərin sayı. Uşaqlar, nə edirəm? 60-ı vuruqlarına, 80-i vuruqlarına ayırıram. 42, 20. Bunun vuruqları biraz şey oldu uşaqlar. Hamısı 2 və 5 oldu. Gözlüyün başqa şey. 2 üstü oxuraq 16-da 80. 80-i dəyişək, tutaq ki, bəzi fərqli. Tutaq ki, 110 yazaq.
110'u vuruqlarına ayırıram. 110'u 2-yə, 55, 55'i 5'ə, 11, 11. Deməli, vuruqları nə oldu uşaqlar? 110 bərabər 2 vuraq 5 vuraq 11. 110'u vururam, qayda odur. Altdakılar həmişə uşaqlar bax işarə ilə bunlar üstünə nə yazırsa bizə dəxli yoxdur. Bizə altdakılar lazımdır. 1 minus 2-də 1, 1 minus 5'də 1, 1 minus 11'də 1. Bu da 110 vuraq 2'də 1 vuraq 5'də 4 vuraq 11'də 10. 2, 5, 11 getdi, 110 qaldı 40 dənə. Yəni 40 dənə uşaqlar ixtisar olunmayan. İxtisar olunmayan. Bəs neçəsi ixtisar olunanda? Məxrəci 110 olan uşaqlar neçəsinə düzgün kəsir var? 110 olan 109 dənə düzgün kəsir var. Onun 40 dənəsi ixtisar olunmursa, 109'dan çıxıram 40'ını eləyir desəm, ondan 4, 69. 69 dənə uşaqlar ixtisar olunur. Yəni o düsturdan ixtisar olunmayan tapırıq. Məsələn, uşaqlar, elə ola bilər ki, belə olsun da, vuraq ki, 2'nin kubu vuraq 5'in üstü, 3 vuraq 7 üstü, 2 üstə yazılım bizə heç bir dəxli yoxdur. Bizə altdakı ədəd lazımdır. Bax, bizə altdakı ədəd. Yəni, qarışdırmayın, bax, bizə bunlar lazımdır. Yəni, ədədim nədirsə, tutaq ki, A bərabərdir. Ədədim A'dır da, tutaq ki, A vuraq 1 minus 2'də 1, 2 nə gözəl yazdım. 1 minus 5'də 1, 1 minus 7'də 1. Belə, yəni bu da ixtisar olunmayan, uşaqlar, olunmayanın tapılmasıdır. Sonra uşaqlar, gəlin danışaq dövrü kəsirlərdən. Dövrü kəsir. Uşaqlar var saf dövrü, saf dövrü. Bir də qarışıq dövrü. Saf dövrü nədir? Virgüldən dərhal sonra dövr başlayır. Məsələn, saf dövr. Qarışıq dövrü nədir? Virgüldən bir neçə rəqəm sonra dövr başlayır. Bu qarışıqdır. Saf dövr olunur kəsiri adi kəsirə çevrilir. Məsələn, 0 tam dövrdə 3. 9'da dövrdəki rəqəmlərin sayı qədər 9 yazılır. 9'da 100 eğir 3'də 1. Qarışıq dövr adi kəsirə çevirəndə dövrdəki rəqəmin sayı qədər, dövr bir şey mötərəcədir bax. 1 tam %12 dövrdə 4'də də oxunuşu. Dövrdəki rəqəmin sayı qədər 9 yazılır. Vergüllə dövrə qədərki rəqəmin sayı qədər 0 yazılır. Sürətdə də 124 çıxaq 12. Bir tamımız da var. O deyir 1 tam 900'dən 112. Bu da oldu qarışıq, saf qarışıq dövrü adi kəsirin olunur kəsirə çevrilməsi. Sonra uşaqlar, məsələn, burada İngilizcə bilən uşaqlar üçün kəsrənin toplanması və çıxılmasına aid misal yazaq. Tutaq ki, uşaqlar, yazırıq ki, nə yazaq? Tutaq ki, uşaqlar, buradan baxın yazın. Məsələn, 0 tam 10'daki dövrdə 6, üstə gələk 5'də 1. Uşaqlar, əvvəlcə nə edirəm? Dövrü kəsir, adi kəsirə çevirirəm. 90'da 26 çıxaq 2, açıq yazıram ki, başa düşəsiniz. Plus 5'də 1. Bu da 90'da 24 plus 5'də 1. İxtisar aparsam 90'da 24'ü. 24'ü 6'ya 4, 90'ı 6'ya 15. Yox, 96'ya 15 düşür uşaqlar. 15 edir. Deməli, 6'ya böldüğümdə 15'də 4. Üzərinə gəl 5'də 1. 15 ilə 5'in əkobu neçədir uşaqlar? 15. Həmişə məxrəclərin əkobu tapılır. 15'i 5'ə, 15'də 4. 15'i 5'ə bölürəm. 3, 3'ü 1'ə vuranda 3. O deyir 15'də 7. Yəni, mütləq əkob tapılır. Məxrəcin əkobu tapılmalıdır. 15 ilə 5'in. Sonra, məsələn, gəlin tam verməyə aid yazaq. Tutaq ki, 2 tam 15'də 1'dən çıxıram. Uşaqlar, tutaq ki, neçə yazaq? Tutaq ki, 10'da 4'ün. İxtisar apara bilərdik. 10'da 7'sini çıxaq, tutaq ki.
Deməli uşaqlar, 15 ilə 10-un ortaq məxrəci neçədir? 30-dur. 2 tam 30-da 2-dir. Yəni 30-u böldüm 15-ə, vurdum 1-ə. 30-da 2-dən çıxıram. 30-da 30-u 10-a böldüm 3, 7, 21. Uşaqlar, baxırıq ki, məxrəclər bərabərdir, amma sürətə çıxa bilmirik. Sürətdən tamdan 1 tam ayrı veririk sürətə. Necə yazırıq? 2 tamdan 1 tam götürdüm. Aldım tamı, vururam məxrəcə, üzərinə gəldim sürətə. Yəni 1-i vurdum 30-a, üzərinə gəldim sürət. Tamı ayırdım. Çıxıram 30-da 21-ini. Neçə tam ayırsansa, onu məxrəcə vurub sürətə gəlirsən. Bu deyir uşaqlar, 1 tam 30-da 32-dən çıxıram 30-da 21-ini. O deyir 1 tam 30-da 11. Məsələn, desəz ki, müəllimə, başqa tam ayırmaq, gəlin, tutaq ki, 3 tam uşaqlar 15-də 7-dir. Gəlin 3-dən tam ayıraq. 2 tam ayırıram. 1 tam, 2 tam ayırmışam da, ardım 2 tamı vururam. Məxrəcə üzərinə gəlirəm sürətə. Eləyir 1 tam 15-də 37. Belə. Sonra uşaqlar, ədədin hissəsini tapanda ədədi hissə göstərəndə vururuq. Ədədin hissəsi. Məsələn, 0 tam %54-ün 27-də 3 hissəsi. %54-ü yazıram uşaqlar. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururam. 27-də 3. İxtisar getsə 27 ilə 54. Edir neçə? %6. O da 0 tam %6. Məsələn, birini yazaq. Tutaq ki, 25-in 10-da 3 hissəsini tap. Ədədi hissə göstərən ədədə vururuq. 25-i vururuq 10-da 3-ə. O deyir, tutaq ki, 75 bölək 10. O da 7,5. Bir də hissəsinə görə. Məsələn, yazaq ki, uşaqlar 5-də 3 hissəsi 30 olan ədədi tap. Hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölmək lazımdır. Uşaqlar, böləndə də birinci kəsir olduğu kimi qalır. İkinci kəsir neyinir? Tərsinə çevrilir. O deyir neçə? 10 vur 5 bərabərdir 50-yə. Yəni uşaqlar 3 ilə 30 ixtisar getdi. 10 qaldı. 10 vur 5 elədi 50. Məsələn, gəlin kəsirlərin ixtisarından danışaq. Məsələn, uşaqlar, biri var ardıcıl ixtisar, biri var tam ixtisar. Tutaq ki, 100-də 40 kəsirini ixtisar edirəm. Əvvəl hər tərəfini 2-yə bölürəm. Eləyir 50-də 20. Sonra hər tərəfini yenə 2-yə bölürəm. Eləyir 25-də 10. Sonra hər tərəfini 5-ə bölürəm. Eləyir 5-də 2. Bu necə ixtisardır? Ardıcıl. Bir də var tam ixtisar. Tam ixtisar nədir? Sürət və məxrəci əbuba böl. Sürət və məxrəci əbuba böl. Məsələn, əbub, uşaqlar, əbub 40-la 100-ün. 40-la 100-ün əbubu neçədir uşaqlar? 20. 40-ı da bölürəm 20-yə, 100-ü də bölürəm 20-yə. Eləyir 5-də 2. Bu nə oldu uşaqlar? Oldu tam ixtisar. Sonra kəsiri kəsirə vuranda tamı tama vururuq. Tutaq ki, 15-də 2 yazıram. Tam nəyəm uşaqlar? Düzgün olmayan kəsirə çeviririk. 1 tam 707-də 10-dur. Vuraq 15-də 2. Sürəti sürətə, məxrəcə vururuq. 12-yə vururuq 20. 15-i 7-yə vururuq 105. İxtisar apara bilərik. Sonra uşaqlar, sonra nə edirik? Məsələn, kəsiri kəsirə böləndə birinci kəsir olduğu kimi qalır. İkinci kəsiri tərsinə çevirib vururuq. 10-da 100. Məsələn, birinci kəsir olduğu kimi qalır. 15-də 17 bölürəm ikinci kəsirə. Yəni 10-da 3-ə. Yenə birinci olduğu kimi qalır. Birinci olduğu kimi qalır. İkincini tərsinə çevirirəm. 3-də 10.
Bu deyir uşaqlar 45-də tutaq 170. İstəsəz ixtisar apara bilərsiniz. 5-ə 45-ə 5-ə 9. Buranda da ixtisar aparmaq olardı uşaqlar. İndi buranda aparmadım. Yəni də buranda aparaq. Belə. Məsələn 15-i 5-ə 3, 10-u 5-ə 2. Eləyir 34-də 9. 3 təmizin 9. O da 3 tam 9-da neçə deməkdir? 27-nin seçəkən dost eləyir uşaqlar. 7 gələndə 3 tam 9-da 7. Bu da kəsrin kəsrə bölünməsidir. Sonra uşaqlar kəsirlərin müqayisəsi var. Kəsirlərin müqayisəsi. Kəsirin müqayisəsi nədir? Bax, uşaqlar, sürətləri bərabər olan kəsirdən, sürətləri bərabər olan kəsirdən. Tutaq ki, məxrəci kiçik olan kəsir böyükdür. 5-də 1 altdan 1-dən böyükdür. Məsələn, sürətləri bərabər olan kəsir deyil. Sürətləri bərabər olan kəsirdən məxrəci kiçik olan kəsir böyükdür. Bu qayda. Sonra məxrəcləri bərabər olan kəsirdən sürəti böyük olan kəsir böyükdür. Məsələn, 10-da 8 ilə 10-da 7. Onda sürəti böyük olan kəsir böyükdür. Məsələn, 25-də 12 ilə 25-də 4. Sürəti böyük olan kəsir böyükdür. Sonra müxtəlif məxrəci kəsirləri müqayisə edəndə, məsələn, uşaqlar, tutaq ki, 12-də 5 ilə neçə müqayisə edək? Tutaq ki, 15-də 4-ü müqayisə edirəm. Bunların əkobunu taparam. Əkob. 12 ilə 15-in əkobu neçədir uşaqlar? 60. 60-ı 12-yə bölərəm 5, 21. 60-ı bölərəm 15-ə 4, 16. Məxrəcləri bərabər olan kəsirdən sürəti böyük olan kəsir böyükdür. Sonra çarpazla vurub yaza bilərəm uşaqlar. 12-də 5 ilə 15-də 4-ü müqayisə edəndə 5-i vururam 15-ə, 12-ni vururam 4-ə. Bu eləyir 75, bu eləyir 48. Bu bundan nədir uşaqlar? Böyükdür. Yəni belə də müqayisə edə bilərik çarpaz vurmaqla. Sonra bir də uşaqlar arasındakı söhbət düzgün kəsirlərdən gedir ha. Məsələn, düzgün kəsirlərdən 8-də 3, tutaq ki, 15-də 10. Bir də uşaqlar neçə yazaq? Arasındakı fərq 5 olsun. Bir də 17-də 12. Baxın, bu kəsrlərin arasındakı fərq 5-dir. 8-dən 3 çıxanda 5 qalır. 15-dən 10 çıxanda 5 qalır. 17-dən 12 çıxanda 5 qalır. Arasındakı fərqlər bərabərdirsə, sürət və məxrəci böyük olan kəsir böyükdür. Yəni 17-də 12 böyükdür. 15-də 10-dan böyükdür 8-də 3-dən. Dediyim kimi, söhbət uşaqlar düzgün kəsirlərdən gedir. Yəni düzgün olmayan kəsirdə mən tutaq ki, məsələn, 3-də 8, tutaq ki, 10-da 15, 12-də 17. Bu arasındakı fərq 5-dir. 12-də 17 arasındakı fərq 5-dir də, düzdür. Amma yəni biz müqayisə edə bilmərik ki, 13-də 17 böyükdür. Dediyimiz qayda düzgün kəsirlərə aiddir. Burada tutaq ki, bu 2 tam 3-də 2-dir. 1 tam 10-da 5-dir. Tutaq ki, 1 tam 12-də 7-dir. Yəni birinci böyük olduğunu görürük. Məsələn, 3-də 8-in hamısından böyük olduğunu görürük. Digər ikinci qaydansa tamları eynidir. Məsələn, indi tamlar kəsrə müqayisəsi demişdik. Uşaqlar ortaq məqasə gətirməklə və yaxud çarpaz, məsələn, mən çarpaz vurmaqla deyirəm. Deyirəm 15-i vururam 12-yə, 17-ni vururam 10-a. Bu 170 elədir. 15-i 12-yə vuranda da uşaqlar 15 10-a 150, 2 15 30 180 elədir. Mən deyirəm ki, bu bundan böyükdür. Yəni hansı qayda ilə müqayisə elədim? Çarpaz vurmaqla. Sonra gəldi 10-da 15, sonra gəldi 12-də 17. Yəni uşaqlar azalan sırayla düzdüm. Hansı sırayla düzdüm? Azalan sırayla. Azalan sıra ilə. Sonra uşaqlar tutaq ki, A böyükdür, B-dən B böyükdür C-dirsə, onda 1B olanda tərsimi olur. Oy. 1B olanda, məsələn, bu asandır da. Tutaq ki, 5, 4, 3-dürsə, onda 3-də 1, sonra 4-də 1, 5-də 1 olur da uşaqlar. Sürətlər bərabər olan kəsirlərdən məxrəci kiçik olan kəsir böyükdür. Bir də məsələn, dövrü kəsirlərin, məsələn, 0 tam dövrdə 42 ilə 0 tam %42 müqayisə edəndə həmişə dövrlər bərabər olanda həmişə dövrü adi kəsirdən böyük olur.
Çünki bu 99'da 42'dir, bu 100-də 42'dir. 99'da 42, 100-də 42. Hansı böyükdür? Məxrəci kiçik olan. Və yaxud da uşaqlar, bu 0,42, 42 belə uzun-uzuna gedir. Bu da 0,42, arxası 0, 0. Yəni görürük ki, artıq 10'da 1, 100'də 1, 1000'də 1. Bunu 1000'də 1, o birincisi 1000'də 1-dən böyükdür. Yəni belə də müqayisə edib yaza bilərik. Qayda olaraq bəzi uşaqlar topudan misallarda növbəti dərs izah edəcəm. Naatlı ədədlərlə aydınlıq kəsrlər bir yerdə.